Salam əziz 8-ci, 9-cu sinif şagirdləri, xoş gördük hər birinizi. Mən riyaziyyat müəllimi Vüsal Əsədov. Bugün buraxılış fənləri üzrə OTK 8-9-cu siniflər üçün riyaziyyatdan sualların izahını verəcəm. İzaha keçməzdən əvvəl nəzərinizə çatdırım ki, bizim onlayn dərslərimiz mövcuddur. Əyani hazırlıqlarımız Gəncə şəhərində keçirilir. Onlayn dərslərə qoşulmaq üçün 051 648 5407 nömrəsinə yazıb ətraflı məlumat əldə edə bilərsiniz. Uğurlar arzulayıram hər birinizə. İnanıram ki, yüksək nəticələr əldə etmisiniz. Sınavımıza başlayaq. 31 nömrəli tapşırıqda ifadəsinin qiymətini hesablama soruşulur bizdən. Baxırıq ki, burada 11.3 ortaq vuruq çıxarsaq 7.2 üstəgəl 2.8. Bu bizdə 10'u verir. 10'u 11.3'e vuranda 113. Birinci sualın cevabı B variantı. 32 nömrəli tapşırıqda 1 kilogram 1 tonun neçə faizdir? Bilirik ki 1 ton 1000 kiloqramdır. 1000 kiloqramdır. 1 minin neçə faizdir? 1 bölü 1000 vur 100. Bu da elədir 0,1 faiz. Variant oldu. D variantı. 33 nömrəli tapşırıqda ayın parçasının en orta nöqtəsidirsə, yəni onlar bərabərdir. NK parçasının orta nöqtəsi M olarsa, NK'nın da orta nöqtəsi M-dirsə, deməli burada X-dir. MB parçasının ortası K olarsa, deməli burada X-dir. Deməli 4 bərabər hissəyə bölünüb. AN-in, X-in, MB-yə nisbət, MB-də 3X-dir. O da elədir 1 bölü 3 variant oldu, B variantı. 34 nömrəli tapşırıqda baxaq, deməli A dövrdə A üzərinə gəlinsin 3,1 bərabərdir. Bunu çevirsək qarşıq ədədə 5,9'da 5. Burada da A,9'da A üzərinə gəlinsin. Deməli 3,9'da 3 bərabərdir 5,9'da 5'ə. Bu tərəfə keçirsək, alarıq ki A,9'da A bərabərdir 2,9'da 2'yə. Deməli A'mız 2'dir. Bizdən A'nı soruşur, A'mız oldu 2. 35 nömrəli tapşırıqda 12'nin natural bölənləri çoxluğu A, 12'nin natural bölənləri çoxluğu deməli 1'dir, 2'dir, 3'dür, 4'dür, 6'dır, 12'dir. 12'dən kiçik sadə ədədlər çoxluğu isə B olarsa, bu bizim A çoxluğumuz idi. 12'dən kiçik sadə ədədlər çoxluğu 2, 3, 5, 7, 11. Enar kəsişir, MB-ni tapın. Burada deməli 2'li kəsişmələri, 3'lü kəsişmələri. Başqa ortaq yoxdur. Kəsişmələrinin sayını soruşur bizdən 2 dənə. 36 nömrəli tapşırıqda uzunluğu 48 km olan yolun altta 5 hissəsi asfaltlandıktan sonra yolun asfaltlanmayan hissəsinin uzunluğunun altta 5'i asfaltlanıbsa, deməli 6'da 1'i qalıbdır. Bu da eləyir 8 kilometr. Variant oldu, B variantı. 37 nömrəli tapşırıqda alfamız oldu 2K, betamız oldu 7K. 7K'nın qarşılıqlı bucağı burada 7K'dır. Bunlar daxili bir tərəfli bucaqlar olduğuna görə cəmləri 180'dir. K'mız oldu 20. Betamız 7K idi. O da oldu 140 dərəcə. 38 nömrəli tapşırıqda ştrixlanmış hissənin müəyyən edin. Bilirik ki, bura A fərq B'dir, bura B fərq A'dır. Bunları toplayanda ştrixlanmış hissəni verir. İkincidə NA ilə MB-dən NA kəsişir B-ni çıxsaq, bizə birləşməni verir. NA birləşir B. Bu səhvdir, yəni yanlışdır. Birləşmə bütün ştrixlanmış hissə deməkdir. Birləşmədən ortanı çıxanda bəli, bu da doğrudur. Deməli variant oldu 1-3. D variantı. 39 nömrəli tapşırıqda A təkdir. A təkdirsə A'nı götür
1. B cüt olarsa B-ni götür 2. Birincidə 2 üstü 2 eləyir. Bu cütdür. Bizə tək soruşur. B variantında 4 üstü 2-ni soruşur. Bu da getdi, cütdür. C variantında 4 üstü 1-i soruşur. Bu da getdi. D variantında 3 üstü 1. Bu da tək elə variant oldu. D variantı. 40 nömrəli tapşırıqda bizdə deyir 3,4-də 3 vurulsun 15-də 8. Gəlin bunu çevirək düzgün olmayan kəsrə. 4-də 15 vurulsun 15-də 8. Üzərinə gəlinsin 6-da 13 vurulsun 26-da 3. Bunlar ixtisar getdi 2. Bunlar ixtisar getdi 1. Bununla bu getdi 2. Bununla bu getdi 2. Qaldı 2 tam. Birincidə qalmışdı deməli. 2 tam 4. 2 tam 4-də 1. Bu da eləyir 2 tam %25. Variant oldu. B variantı. 41 nömrəli tapşırıqda kəskinlər AOD bucağına mən 1x deyirəm. BOD bucağı 1y deyirəm. X minus y verib 30. Bilirik ki, bunlar qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180-dir. Buradan 2x-i tapdım 210. X-i tapdım 105 dərəcə. Bizdən BOC-ni soruşur. BOC də elə x deməkdir. Yəni 105 dərəcə. Keçək 42 nömrəli tapşırığa. 7-yə böldükdə x bölü 7 natamam qismətdə 4 alınır. Natamam qismətdə 4 alınır. 4 alınır. Ən böyük natural ədədi tam. Bilirik ki, qalıq böləndən kiçikdir. Ən böyük deyirsə 7-yə böldükdə qalığı 6 götürə bilərəm. X bərabər 4 bölü 7 üstə gəlinsin 6. Bu da elədir 34. Variant oldu. B variantı. 70 dərəcəli bucağa qonşu olan bucaq 110 dərəcə cəmi 180 eləyir. Deməli, 44 nömrəli tapşırıqda bərabərlikdir. Bilirik ki, bunlarda biz əkop tapırıq. Əkop 3, 4, 5-ə elədi 60. 63-ə böləndə A-nı götürürəm 20K. 60-ı 4-ə böləndə B-ni götürürəm 15K. 60-ı 5-ə böləndə C-ni götürürəm 12K. Bizdən B plus C. B plus C-miz eləyir 27K. Bölünsün A minus B. A minus B-miz eləyir 5K. Böləndə elədi 5,4. Variant oldu Y variantı. 45 nömrəli tapşırıqda nisbətdir. Deməli, iki nisbətin bərabərliyi tənasüb adlanır. Ona görə də tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Hasili 12 eləyən 1, 12 ola bilər, 2, 6 ola bilər, 3, 4 ola bilər. Yerdəyişik də ola bilər, cəmə təsir eləmir. Ona görə cəmin ən böyük qiymətini istəyir 1, 12. Topladıqda eləyir 13. 46 nömrəli tapşırıqda 3 elementi olan açıqlığı, yəni enamız 3-dür. MB-miz 5 elementi olan 5-dir. AB-nin alt çoxluğudur. Bilirik ki, alt çoxluqların kəsişməsi kiçiyini verir, birləşməsi böyüyünü verir. 3 plus 5. O da elədir 8. 60-ın 60% A-ya bərabərdir. Yəni 60 vur 60 bölü 100 elədir 36. 70-in 70%. 70 vur 70 bölü 100 elədir 49. 49. Bizdən deyir ki, B minus A-nı tapın. 49-dan 36 çıxanda cavab elədir 13. 48 nömrəli tapşırıqda iki rəqəmli ədədlər üçün bizdən A plus B plus C plus D cəmini soruşur. Açıram 10A plus B plus 10C plus D plus 9B bərabərdir 80 minus 9D. Buradan 10A olduğu kimi qalır. Üstə gəl 10B, üstə gəl 10C, üstə gəlinsin. 9D bu tərəfə keçəndə olur 10D bərabərdir 80. Hər tərəfi 10-a bölsək, A plus B plus C plus D cəmi eləyəcək 8. Cavab oldu 8. Uyğun tərəfi perpendikulyar olan iki bucağın ölçüləri 7-8 olarsa kiçik bucağı tapın. Bilirik ki, uyğun tərəfi perpendikulyar olan bucaqlar ya eyni adlı olur, ya müxtəlif adlı.
Nisbətlər fərqli olduğuna görə bunlar müxtəlif adlı olur. Yəni cəmləri 180 olur. K-nı buradan 12 tapırıq. 15K. K-nı 13-də. Kiçiyini soruşur. 7-ni 12-yə vuranda elədi 84. 50 nömrəli tapşırıqda A plus B-ni soruşur. A plus B. Bunları biz alt-alta yazsaq, dövrü də 456, 87 tam 6, 543, 543. Fikir versəz, 9, 9, 9, 9, 9, 9, 9, 99 tam dövrdə 9. 99 tam dövrdə 9, bu da eləyir 100. Cavab oldu 100. 51 nömrəli tapşırıqda OD şüası AOC düzbucağının təm bölənidir. AOC düzbucağının təm bölənidir. Bilirik ki, təm bölən 45, 45 ayırır. Bu oldu bizdə OD şüası. OY şüası AOD-nin təm bölənidir. Buradan da bir dənə təm bölən çəksək, bura olar 22/5, 17, 22/5. Və bizdən də soruşur, COY-ni soruşur. Yəni buranı. 45 üstə gəl 22/5. O deyirədi 67/5 dərəcə. Cavab oldu 67/5 dərəcə. 52 nömrəli tapşırığa baxaq. Birinci kutuda olan kürəciklərin 30%, birinci kutunu mən götürürəm X, ikinci kutunu götürürəm Y. Bunun 30% ağdırsa, ağ deməli 0.3x. İkincidə A olacaq. Deməli, ikinci kutuda olan kürə 60% ağ rəngdədir. 0.6y. Bu iki kutuda bütün kürəciklərin 55%. Bu iki kutuda bütün kürəciklər x plus y-dir. 55-ə vurub 100-ə bölsək bərabərdir. Deyir ki, A-dır. 0.3x plus 0.6y. Buradan da 5'ə ixtisar aparsaq 11, burada qaldı 20. Çarpaz vursaq 11x plus 11y bərabərdir 6x plus 12y. Buradan da aldıq ki 5x bərabərdir y. Yəni y-i 5k götürürəm, x-i k götürürəm. İndi bizə nə deyir? Birinci kutuda olan ağ kürəciklər, ikinci kutuda olan ağ kürəciklərin neçə faizidir? Bu 0.3k'dır. Bu da 5k'ya vuranda 3k'dır. 0.3k bölünsün 3k vur 100. Bu da elədi 10%. Deməli, burada oldu cavab 10%. Sonra 53 nömrəli suala baxaq. A-nın sadə vuruqları verilib. A bərabərdir. Deməli, 2 üstü 5 vur. 3 üstü 4. B bərabərdir. 2 üstü 3 vur. 3 üstü 7. Əbab bilirik ki, eyni sadə vuruqların qüvvəti kiçik və ya bərabər olanların hasilidir. Yəni 2 üstü 3 vurulsun 3 üstü 4. Yəni 8 vurulsun 81. Bu da elədi 648. 648. 54 nömrəli tapşırığa baxaq. 54 nömrəli tapşırıqda deməli bizdən soruşur alfa 20 dərəcədir, beta 80 dərəcədir, qammanı soruşur. Mən 54 nömrəli tapşırığı buradan qıraqdan çəkirəm. Deməli, bura alfa 20 dərəcədir, bura 80 dərəcədir, bizdən qammanı soruşur. Bunu biz belə uzatsa, bunu da belə çəksək. Bura 20-dirsə, bilirik ki, çarpaz bucaqlardır. Burada 20-dir, burada 100-dür. Bura qaldı 120, 60. 60-ın qonşusu 120 dərəcə. Variant oldu 120. 120 dərəcə.
55 nömrəli tapşırıqda baxsaq, paraleldir. Paraleldirsə AB-yə paraleldir. Bunu belə uzatsaq, alfa 150-dirsə, bura olacaq 30 dərəcə. 30-un qarşısı da 30 olacaq. 90-30, bura qaldı 60 dərəcə. 60-ın qonşusu olacaq 120 dərəcə. Cavab oldu 120 dərəcə. Oldu əziz şagirdlər. İnşallah hər biriniz yüksək nəticə toplamış olarsınız. Növbəti dərslərimizi, növbəti sınaq izahlarını izləmək üçün kanalımıza abunə olun. Sınaqları paylaşan kimi məlumatınız olsun. Uğurlar arzu edirəm növbəti sınaq görüşənə qədər.